ardından travma almışsan və bunun bir həzin sevgi məsələsi də var burada. Bu əhvalata biraz toxunaq. Mən o vaxtı iki fakültədə oxuyordum, 95-ci illərdə, belə 95-96 fagotda oxuyordum. Çox gözəl alətdir, amma təəssüf ki, tam yiyələnə bilmədim onu. Amma irəliliklər var idi, gözəl müəllimim var idi. Abdulxalıqov, çox belə zəhəmli bir adam idi, amma tələbkardı, tez bir zamanda məndən onu çıxardı. Və belə bir dövr çıxdı ki, mənim həyatımda dəyişiklik bir dönəm oldu. Yəni, fırtına dövrü doğrudan da. Doğrudan da mən hesab edirəm ki, o belə bir şey filmlərdə olur. Qarşılıqlı idi o sevgi, doğrudan. Mən sadəcə onu filmlərdə görmüşəm ki, məsələn, biri küsəndə o biri onu dalıcan qaçır, axtarır, biri yəni qarşılıqlı olub da. Yəni çox, nə bilim, mən sadəcə çox emosional bir insanım. O vaxtdakı çox gənc idim. Yəni ki, düşünmürdün də, emosiyalarını səninlə idarə edirdi. Ona görə sənə bir söz deyəndə, bir ağıllı adam da gəlib oturub sənə deyirdi ki, təcrübəli, deyir ki, çılğınlığın sənə imkan yox, sən gənə də öz bildiyi verirsən. Yəni, adam mənə deyir ki, səbirli ol, gözlə, misal üçün da. Mən hələ bilirdim ki, məni yola verir də, uzaqlaşdırır özümdən. Mən, yəni, bir uzun müddət bir yerdə olandan sonra və ondan sonra məsəl üçün bir müddət deyəsin, tək olanda özümə yer tapa bilmirdim də. Bu adamı, nə bilməyək... Vərdiş eləmiş. Vərdiş oxuyu mən hesab edirdim ki, doğrudan bu sevgi idi. Mən bu günəcən, indi bu yaşıma gəlmişəm, mən onu hiss eləməmişəm də. Demək, sevgi olub. Hə, sevgi olub. O tamam başqa bir şeylər olub orada. Bəs burada barmaqların zədələnməsi... Yəni mən özümü sübut eləmək üçün sadəcə gördüm, məni eşitmir və mən götürdüm, pəncərəni sındırdım. Düzdür, mən o adamın adını çəkmək istəmirəm. Sındırdım və... Barmaqlar zədələnməsi. Hə, kəsildi. Burada Malakanka bağında şey var idi, orada məni... O qız qoxdu məndən. Kürəmi saçlı qızlar idi, gözəl bir xanım idi, qorxdu məndən də. Yəni, mənə sonra başa saldılar ki, düz eləmədin. Sən bizlə, sonra o xanım qorxdu məndən, başladı uzaqlaşmağa məndən. Yəni, o çılğınlıqdır, o emosiyaydı da. Yəni, orada belə bir şey yox. Həm də ki, sənət adamıyam mən. Sənət adamları biraz emosional olur. Hə, emosional olur. Və elə oldu ki, o mənim Novxanada bağ qonşum oldu. İllər keçəndən sonra? Hə, illər sonra gəldi burada, mən dəniz limanındakı evimizdə. O da bizim ikinci mərtəbədə oldu, mən birinci mərtəbədə qaldım. O orada məni görəndə hələ bildi ki, mən onu güdürəm və böyük bir skandal oldu. İnanmamışdım. Polis sattı. Mən sonra, yəni belə ki, amma bu da bir maraqlı faktdır ki, çox maraqlı. Sevdiyin adam illər sonra gəlib sənin qonşun olur. Sonra mən bir dənə onu da deyim ki, üstündən neçə il, 95-ci il, 30-dan çox, 30 illər, hardasa. Mən hələ 5-6 il bundan qabaq, çoxdan da görməyəm, 4-5 il. Gələn də, küçələrdə görəndə Bakıda, görəm o adam özünü itirir, keçir yolunu otayla. Sağlamlaşmır. Yox, mən özüm də qorxuram ondan. Yəni, amma illər artıq 30 il vaxt mən sadəcə buradan ona demək istəyirəm ki, mən səndən üzr istəyirəm. Yəni ki, mən o vaxt sənə qulaq asmadım da. Yəni, həyat onu göstərdi ki, səbir başqa şeydir. Yəni, mən də bu həyatda səbir eləyib çox şey udmuşam sonralar. Yəni, və ondan üzr istəyirəm və ona buradan, yəni o vaxtda da, indi də xoşbəxtlik arzulayıram. Tərlan, çox sağ ol, gözəl etiraf elədin və bu bir centlmen hərəkətdir, həqiqətən səmimi o adama təşəkkürünü bildirmək. Hər halda bir birlikdəlik yaşanılıb, illər öncə, 30 il öncə. İnsanlar, məsəl üçün, ömrünü sürürlər, amma sevgi olduğunu bilmirlər nədir, doğrudan. Amma mən xoşbəxtəm ki, mən onu hiss eləmişəm, doğrudan, əsl. Yaşamsam. Yaşamışam. Gözəl hər halda xatirədir.